Mən bütün şəhidlər anasının adından Vilayət Eyvazova təşəkkür edirəm. Mən onun bu şəhidlərə verilən qiymətini daha üstün tuturam. Mən onun sayəsində görürəm ki, Bərdə polis işçiləri, o cümlədən baş rəisimiz çox bağı ilə yanaşır. Çox sağ olsunlar, biz çox razıyıq. Hər dəqiqə bizim arxamızdadırlar. Onlar buraların məsələn yaşıllaşmağına, gözəlləşməyinə həmişə diqqət yetirirlər. Çox sağ olsunlar. Biz çox razıyıq. Bərdə şəhidlik xiyabandayıq. Mən şəhid Turqutun atasıyam. 27 günü şəhid olan ilk müjdəci cəbhənin olan Turqutun atasıyam. Mən bir fikir bilmək istəyirəm. Bugünkü gün mən bizim rəhbərçiliyə təşəkkür edirəm. Ənvər müəllimə, daha doğrusu. Mən bu mülki şəhidlərin plakatının qarşısında oldum. Çox gözəl. Hər il onu yeniləyir. Qabağın gül çiçəklə. Çox diqqət mərkəzində saxlayır oranı. Onun üçün də mən ona böyük təşəkkür edirəm. Başda Vilayət Eyvazova olmaqla və Ənvər müəllim plakatları dəyişdirdi. Bütün gözəllik yaradıb orada. O mülki şəhidlərin, mən bu gün ürəyim asıldı. Şəhid atası kimi onu gördüm. Həqiqətən ürəyim asıldı. Xiyabana da həmçinin həmişə bizim yanımızdadır. Onun üçün də o şəhid və qazi əllərinə elə diqqət göstərməyinə görə mən o adama təşəkkür edirəm. Bizim rəhbərimizə, Ənvər müəllimə, bizim rəisimizə həqiqətən təşəkkür edirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Mən Şirinov Elçin. Bu günlərim hanım gündən bağlı bura yığışmışıq. Bərdə polis şöbəsinə və o Ənvər müəllim başda olmaqla onlara təşəkkür edirik. Yəni hər zaman buranın abad işlərinə və plakatının təmizləyən və buranın gülünü çiçəyini saxladığına görə çox minnətdarım onlara. Sağ olsun Ənvər Həsənov. Cəfərova Mehriban, şəhid Cəfərova Amilin anası. Mən şükür bugünkü günümüzə ki, torpaqlarımız qayıtdı prezidentimizin sayəsində. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun, məkan olsun. Bütün şəhidlərimizə rəhmət, Allahdan rəhmət eləyirəm. Mən bir də minnətdarlığımı ona bildirirəm ki, bizim rəisimizə çox minnətdarlığımı bildirirəm. Həmişə bizim bütün şəhid ailələrinə qayğılarını bildirirlər. Buranın abadlığı üçün həmişə əllərindən gələnlərini əsirgəmirlər. Fuad İsmailov, Bərdə terrorunda şəhid olmuş Fuad İsmailovun qardaşı. Bugün bura yığışmağımıza səbəb 44 günlük Vətən müharibəsində öz canları, qanları bahsına zəhər salmış qardaşlarımızın anam günüdür. Başda Daxili İşlər Naziri Vilayət Eyvazova olmaqla və o cümlədən Ənvər müəllimə və onun polis əməkdaşlarına öz təşəkkürümü bildirirəm ki, bütün şəhid ailələrini diqqət mərkəzində saxlayaraq və onların qayğısına qalır, onlarla maraqlanır və onların şəkillərini 3 il ərzində yeniləyir, abadlıq işləri, əhatəsində abadlıq işləri aparılır, gül çiçəklə bəzədilməsində bizə köməklik edir.